Sabahınız xeyir olsun. Əziz və sevimli neçənci sinif? İkinci sinif şagirdləri. Fevral ayının sonuncu dərs günündə. Bəli. Fevral ayının sonuncu dərs günündə. 24 fevral tarixində hər birinizi xoş gördük. Uşaqlar, əziz şagirdlər, sevimli şagirdlər. Gələn həftədən biz artıq Mart ayının, bahar bayramının qədəm qoyduğu hansı ayın, Mart ayının dərslərinə keçid alacağıq. Bəli, artıq bugün bizdə həm də qış fəslinin sonuncu dərs günü sayılır. 24 fevral tarixi neydi fevral ayının, həm də hansı fəslin? Hansı fəslin? Qış fəslinin. Qış fəslinin sonuncu dərs günü sayılır. Və bu münasibətlə uşaqlar, mən bugün sizinlə yeni dərs keçməyəcəm. Sentyabr ayının 15-dən sonuncu dərsimizə qədər keçdiyim bütün dərslərin, ilk dərsimizdən sonuncu dərsimizə qədər keçdiyim bütün sözlərin, söz birləşmələrin, cümlələrin, eləcə də qrammatik qaydaların təkrarına bugünkü dərsimizi nə edəcəm? Həsr edəcəm. Bu dərsimiz həm də ingilis dilini öyrənmək istəyənlər, sıfırdan öyrənmək istəyənlər üçün də xüsusilə faydalı və önəmli, həm də xeyirli olacaq. Elə isə şagirdlər, ilk dərsimizin səhifəsi olan 8-ci səhifəni açırıq. 8-ci səhifəni. Open your books on page 8. Open your books on page 8. 8-ci səhifəni açırsınız. İlk dersimizin adı Welcome to Happy Campus. Kim deyər? Bu cümlənin tərcüməsi nə deməkdir? Welcome to Happy Campus. Xoşbəxt düşərgəçlərə xoş gəlmisiniz. Qızım yıxılarsan. Xoşbəxt düşərgəçlərə xoş gəlmisiniz. Düşərgəçlərə xoş gəlmisiniz. Hi, I am James. Salam, mən James'əm. Hi, I am Caitlin. Salam, mən Caitlin. Salam, mən Caitlin. Bircə dəqiqə uşaqlar. Nuriye Vinci gəlsin lütfəyə. Bax, dərsliyini də gətirsin. Onsuzdakı dərslikdə tərcümə yoxdur. Dərslikdə onsuzdakı tərcümə yoxdur. Yaxşı, ondan sonra sən gələrsən. Mən ingilis dilində cümlələr deyəcəm, İnci tərcümə edəcək. Kim qulaq asmasa, həmin şagirdi də qulaq asmayanı da lütfəyə çıxardacaq. İşte güldüm. Hi, I am James. Salam, mən James'əm.